1 iyun Beynəlxalq Uşaqlar Günü münasibətilə Parlaq Gələcək Gənclər Mərkəzi və Simart Sağlam İnkişaf Platformasının birgə təşkilatçılığı ilə Nağıl Gecələri adlı Marneuli Bələdiyyəsinə Yuxarı Saral kəndində fəaliyyət göstərən Saral İnkişaf və Təhsil Mərkəzində uşaqlar üçün maarifləndirici tədbir keçirilib. Bütün Uşaqlar Günü münasibətilə təbrik edirəm. Biz Parlaq Gələcək Gənclər Mərkəzi və Smart platforması olaraq birgə nağıl saatları keçiririk. Bugün Yuxarı Saral Təhsil Mərkəzindəyik. Tədbir çərçivəsində uşaqlarla birlikdə maraqlı animasiya filmi izlənilib. Ardınca balacalar mövzuya dair verilən sualları cavablandıraraq fəal iştirak ediblər. Tədbirin davamında izlənilən animasiya əsasında əyləncəli və maarifləndirici müzakirələr aparılıb. Uşaqların fikirləri dinlənilib, onların yaradıcılıq və düşüncə bacarıqlarının inkişafına töhfə verilib. Bugün Uşaqlar Günüdür və hər birinizin Uşaqlar Gününü təbrik edirəm, mən də içində olmaqla. Və bugün burada Uşaqlar Gününə özəl bayram keçirdirik. Uşaqlar Günüdür, bütün uşaqların Uşaqlar Gününü təbrik edirəm. Biz də həmişə uşaq olaq. Bugün Uşaqlar Günüdür, bütün uşaqları təbrik edirik. Kaş biz hər zaman uşaq qalaq. Bugün Beynəlxalq Uşaqlar Günüdür, hər kəsin Uşaqlar Gününü təbrik edirəm, içində də mən olmaqla. Bugün Uşaqlar Günüdür və bütün uşaqların Uşaqlar Gününü təbrik edirəm və bugün burada Uşaqlar Bayramını keçirdirik. Sonda isə azyaşlılara mövzu ilə bağlı kitabçalar hədiyyə olunub.